Bismillahirrahmanirrahim. Əziz izləyicilər, həyatda elə anlar olur ki, insan özünü dörd divar arasında tamamilə sıxışmış kimi hiss edir. Həmişə döydüyünüz bütün qapılar qəfildən üzünüzə çırpılır. Ən çox güvəndiyiniz insanlar sizi arxa çevirir, uzaqlaşır və sizi tək başına qoyurlar. Dərdiniz o qədər böyüyür ki, sadəcə bir nəfəs almaq belə sinənizdə bir dağ daşımaq qədər çətinləşir. Heç o mütləq çarəsizlik saniyəsini yaşamısınızmı? Diz çöküb, buradan heç bir çıxış yolu yoxdur və ya artıq hər şey bitdi dediyiniz o anı xatırlayırsınızmı? Əgər bu anı məhz indi yaşayırsınızsa və ya o günlərin yarası hələ də qəlbinizdə sızlayırsa, bunu bilin. Siz bitməmisiniz, siz tərk edilməmisiniz, siz sadəcə yenidən başlamaq və mütləq olan tək gücə sığınmaq üçün sınağa çəkilirsiniz. Bəzən Allah dünyəvi qapıları, pəncərələri və bütün xilas yollarını bağlayar ki, sizin üzünüzü göyə tutmaqdan başqa çarəniz qalmasın. O, sizi təkləyər ki, yalnız ona tərəf dönəsiniz. Bugün aləmlərə rəhmət olan Peyğəmbərimizin Allahümmə səlli ala seyyidina Muhammedin və ala ali seyyidina Muhammedin heç vaxt unudulmayacaq nəsihətləri və İmam Əlinin əleyhissalamın sarsılmaz, dərin hikməti ilə tamamilə ümidsiz görünən vəziyyətlərdən necə xilas olacağımızı öyrənəcəyik. Ən qaranlıq saatımızda ilahi müdaxiləni necə cəlb edə bilərik? İnsanlara güvənmək niyə hər zaman qırıq bir qəlblə nəticələnir? Qəlbinizi açın, göz yaşlarınızı silin və çox diqqətlə dinləyin. Çünki bugün Rəbbiniz sizin üçün tamamilə yeni bir qapı açır. Bizim insan olaraq ən böyük xətamız, çətinlik gələn an yaradanı qoyub yaradılana doğru qaçmağımızdır. Pulumuz qurtaranda, kimdənsə borc almaq üçün təlaşla telefon kitabçamızı vərəqləyirik. Dünyəvi bir işimiz düşəndə, bizi xilas edəcəklərini düşünərək vəzifəli şəxslərə yalvarırıq. Lakin Allah öz qullarına qarşı çox mərhəmətlidir. O, sizi o qədər sevir ki, sizin başqa bir insanın qarşısında əyilmənizi istəmir. Yaradılışın özü qədər zəif, fani və möhtac olan varlıqların qarşısında alçalmanızı sevmir. Buna görə də siz fani bir varlığa ümidinizi bağladıqca, o varlıq sizi daha çox məyus edəcək. İnsan sizə bir dəfə kömək etsə, onu başınıza qalxacaq. 2 dəfə kömək etsə, sizdən bezəcək. Amma Allah, ondan nə qədər çox istəsəniz, sizi bir o qədər çox sevər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm gənc səhabəsi İbn Abbasa verdiyi o nəfəs kəsən nəsihətində təvəkkülün, yəni yalnız Allaha güvənməyin, bütün kainatı idarə edən düsturunu belə açıqlayıb. Ey gənc, sən Allahı, yəni onun əmrlərini qoru ki, Allah da səni qorusun. Bir şey istədiyində yalnız Allahdan istə, kömək dilədiyində yalnız Allahdan istə. Qəti bir yəqinliklə bil ki, əgər bütün bəşəriyyət sənə bir fayda vermək üçün bir araya gəlsə, Allahın sənin üçün yazmadığı heç bir şeyi sənə verə bilməzlər. Və əgər bütün dünya sənin zərərinə bir şey etməyə birləşsə, Allahın sənin əleyhinə yazmadığı heç bir zərəri sənə toxundura bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur. Bu hədisi həqiqətən dərk edib mənimsəyən insan bir daha heç bir insandan qorxmayacaq. Bir iş üçün kiməsə yaltaqlanmayacaq. Bir loxma çörək üçün ləyaqətindən keçməyəcək. Sizin ruziniz, şəfanız, gələcəyiniz və xoşbəxtliyiniz insanların əlində deyil. Onlar yalnız və yalnız Allahın güvənli əllərindədir. Tarix boyu dəhşətli dərəcədə çarəsiz bir anda Allaha necə güvənmək lazım olduğunu bizə öyrədən ən böyük dərs Həcər anamızın heyrətamiz hekayəsidir. İbrahim Peyğəmbər Allahın birbaşa əmri ilə sevimli yoldaşı Həcəri və Qundaqdakı körpəsi İsmailı Məkkənin kimsəsiz Qızmar vadisində tərk etməli oldu.
Səhnəni təsəvvür edin. Yandırıcı günəşin altında quru, qayalıq bir səhra, nə bir damla su, nə bir ot teli, nə keçən bir karvan, mütləq və kar-edici bir sükut. İbrahim Peyğəmbər onları qoyub geri dönərkən, Həcər anamız təşviş içində onun arxasınca qaçdı. O soruşdu, bizi heç bir insanın, heç bir şeyin olmadığı bu kimsəsiz vadidə kimə əmanət edib gedirsən? İbrahim Peyğəmbər kədərdən ağırlaşmış qəlbi ilə sustu və arxaya baxa bilmədi. Sonra Həcər anamız o həlledici sualı verdi. Bunu sənə Allah mı əmr etdi? İbrahim, bəli deyə cavab verdi. Məhz o an Həcər anamızın verdiyi cavab təvəkkülün ən uca zirvəsi olaraq əbədiyyətə həkk olundu. O, zərrə qədər şikayət etmədən, fəryad qoparmadan, mütləq və əzəmətli bir əminliklə dedi, elə isə get, Allah bizi əsla zayi etməz. Çox keçmədən yanlarındakı kiçik su tuluğu boşaldı. Yandırıcı istilik öz işini gördü və körpə İsmail susuzluqdan ağlamağa başladı, ayaqlarını quma çırpmağa başladı. Həcər anamız möcüzə gözləyərək sadəcə oturmadı. Allaha həqiqi güvən fiziki səy tələb edir. O, Səfa və Mərvə dağları arasında təlaşla qaçmağa başladı. Bəlkə uzaqdan bir karvan görərəm, bəlkə bir insan səsi eşidərəm deyə dağların təpəsinə dırmaşırdı. O nəfəs-nəfəsə, yorğun və övladı üçün qəlbi parçalanaraq düz 7 dəfə qaçdı. Bütün fiziki qapılar kilitli idi. Ölüm qaçınılmaz görünürdü. Amma məhz o an insan səyinin bitdiyi və yeganə sığınacağı Allah qaldığı o mütləq anda ilahi qapı ardına qədər açıldı. Allah Cəbrail mələyi göndərdi və ağlayan körpənin topuqlarını vurduğu yerdən quru və ölü torpaqdan möcüzəvi zəmzəm suyu fışqırdı. O kimsəsiz çöl bir qadının sarsılmaz inamı sayəsində zamanla bərəkətli Məkkə şəhərinə çevrildi. Əziz qardaşlarım, əziz bacılarım, bugün sizin də həyatınız o quru boş səhraya bənzəyə bilər. Ətrafınızda heç kimin qalmadığını hiss edə bilərsiniz. Bütün ümidləriniz tamamilə tükənmiş görünə bilər. Amma siz də Həcər anamız kimi ruhunuzun dərinliklərindən Rəbbim məni darda qoymaz deyib ona mütləq şəkildə güvənsəniz, Rəbbiniz sizin də ayağınızın altından sizə zəmzəmlər çıxarar. Heç hesablaya bilməyəcəyiniz bir yerdən sizə çıxış yolu verər. Yetər ki, inamınızı itirməyin. İmam Əli əleyhissalam bu cür inamın əzəmətini belə təsvir edir. Kim Allaha tam təvəkkül edərsə, ən ağır çətinliklər ona asanlaşar və Allah bütün işlərində ona kifayət edər, qorxduğu hər şeyin şərrindən onu əminəmanlıqda saxlayar. Allaha güvəndiyimizi daim iddia edirik, lakin əməldə bu güvəni ağır şəkildə zədələyən səhvlərə yol veririk. Əgər bağlı qapıların açılmasını həqiqətən istəyiriksə, ən çətin anımızda bu dağıdıcı davranışlardan mütləq uzaq durmalıyıq. 1. Yaradanı yaradılandan şikayət etmək. Ən çox təkrarlanan və zərərli xətamız dərdimizi Allaha deməmək, insanlara şikayət etməkdir. Mənim heç bəxtim gətmir, Allah niyə bunu məhz mənə etdi kimi sözlər mənəvi bir üsyandır. Tibbi və ya peşəkar məsləhət almaq icazəlidir. Amma dost tanışa, yad insanlara öz qədərindən şikayət etmək sadəcə ruhunuzu zəiflədir. İmam Əli əleyhissalam bununla bağlı sərt bir xəbərdarlıq edir. Kim öz dərdini və sıxıntısını kökündən həll etməyə gücü çatmayan bir insana danışaraq şikayət edərsə, rəhman olan Allahı mərhəmətsiz olan qula şikayət etmiş olar. İnsanlar sizə sadəcə müvəqqəti rəhm edə bilərlər. Bəziləri isə süqutunuza gizlicə sevinə bilər. Göz yaşlarınızı siləcək və yükünüzü qaldıracaq yeganə varlıq Allahdır. Dərdinizi sosial şəbəkələrə deyil, səccadənizə tökün. Dözülməz kədəri içində Yaqub Peyğəmbər kimi olun. Mən dərdimi və kədərimi yalnız Allaha şikayət edirəm. 2. Tələsmək və ümidsizliyə qapılmaq. Dua edib ardınca dərhal niyə qəbul olmur deyə səbirsizlik etmək, özünüzlə ilahi qurtuluş arasına hörə biləcəyiniz ən qalın divardır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bunu çox gözəl izah etmişdir. Sizdən birinizin duası, mən Rəbbimə dua etdim, amma qəbul olunmadı deyərək tələsmədiyi
və duanı tərk etmədiyi müddətcə mütləq qəbul olunar. Kilitli qapının açılmasının öz təyin olunmuş vaxtı var. Qaranlıq torpağa toxum əkəndə o cücərib günəşə çıxmazdan əvvəl qabığını sındırmaq və kök salmaq üçün qaranlıqda vaxta ehtiyac duyur. Əgər böyüdüyünü görmək üçün onu hər gün qazıb çıxarsaz, onu öldürərsiniz. Duanız da belədir. Səbirli olun. Allah ən mükəmməl zamanı bilir. Bəs ən ümidsiz anlarımızda dənizləri yardıran, ən ağır kilidləri sındıran o ilahi açarlar hansılardır? Möcüzəni dəvət etmək üçün hansı mənəvi addımları atmalıyıq? 1. Həsbunallahu və ni'məl vəkil. Yəni, Allah bizə yetər. O nə gözəl vəkildir. Bu, kainatda təvəkkülün ən güclü zikridir. Zalim Nəmrud İbrahim Peyğəmbəri yandırmaq üçün o qədər nəhəng və qorxunc bir od qalamışdı ki, yuxarıdan uçan quşlar belə istidən qovrulurdu. İbrahim mancanaqla oda atılarkən havada Cəbrail mələyi ona yaxınlaşıb kömək təklif etdi. Lakin bütün diqqəti yalnız yaradanında olan İbrahim mələyin köməyindən imtina etdi və bu möhtəşəm ifadəni səsləndirdi. Həsbunallahu və ni'məl vəkil. Bu mütləq güvənə görə Allah dərhal qəzəbli oda əmr etdi. Ey od, İbrahimə qarşı sərin və zərərsiz ol. Əgər siz də borc, təşviş, xəstəlik və ya böhtan odunda yanırsınızsa, hər gün bu zikri yüzlərlə dəfə təkrar edin. Cəhənnəmi xatırladan bir odu sərin gülzara çevirən bu kəlmə şübhəsiz ki, sizin dünyəvi dərdlərinizin də odunu söndürəcək. 2. Ya Fəttah zikri. Allahın ən gözəl adlarından biri də Əl-Fəttahdır. Yəni, bütün qapıları açan, düyünləri çözən. Əgər karyeranız, ruziniz və ya qismətiniz tamamilə düyünlənib bağlanmış kimi görünürsə, mütəmadi olaraq Ya Fəttah, Ya Rəzzaq zikrini dilinizdən salmayın. Hər namazdan sonra maşın sürərkən və ya gəzərkən. Bu, həyatın ən sıx düyünlərini kəsib atan mənəvi bir qılıncdır. 3. Təhəccüdün sükutu. Bütün dünya dərin yuxuda olarkən, gecənin sükutunda oyanıb, göz yaşları içində qılınan 2 rükət namaz, möcüzələr səhərinin ən böyük müjdəçisidir. Heç bir dünyəvi səs-küyü olmayan qaranlıqda Allahla qurduğunuz o bağın bənzəri yoxdur. İmam Əli əleyhissalam çox dərin bir məna ilə buyurur. Kim gecə yarısı qapını döyərsə, o qapı onun üzünə şəksiz şübhəsiz açılar. Həmişə xatırlayın, Allah öz qulunu imtahan edən də onu uçurumun ən kənarına qədər apara bilər, lakin əsla aşağı itələməz. Uçurumun tam kənarında ona uçmaq üçün qanad verər. Təvəkkülsə məhz o qanadların adıdır. İslami Şifa kanalının əziz və dəyərli izləyiciləri, mütləq təvəkkülə və Allaha olan sarsılmaz inama həsr etdiyimiz bu mənəvi terapiya və dərsimizin sonuna gəldik. Bizimlə bu yolda sona qədər addımladığınız üçün sizə ürəkdən təşəkkür edirəm. Mən həqiqətən inanıram ki, bu ilahi kəlamların hörmətinə rəhman olan Allah sinənizdəki o ağır yükü götürdü və bağlanan qapılarınızı açmaq üçün artıq gözəl bir yol hazırlamağa başladı. Əgər bu video qaranlıq anınızda sizə bir rəhbər işıq oldusa və Rəbbinizə olan inamınızı təzələdisə, zəhmət olmasa videonu bəyənin. Sizin bircə bəyənməniz bu videonun özünü tamamilə çarəsiz hiss edən, bəlkə də ümidsizlikdən fəlakətin astanasında olan başqa bir qardaş və ya bacımızın qarşısına çıxmasına, onu yenidən həyata bağlamasına vəsilə ola bilər. Bu, mənəvi ailədə birlikdə böyümək və ruhunuzu hər daim ilahi elmlə qidalandırmaq üçün kanalımıza abunə olmağı və bildiriş zəngini açmağı unutmayın. Sizdən kiçik bir xahişim var. İndi dərindən bir nəfəs alın və rəy bölməsinə sadəcə bu cümləni yazın. Mən bütün işlərimi Allaha həvalə etdim. O, nə gözəl vəkildir. Qoyun barmaqlarınız bu möhtəşəm təvəkkülə şahidlik etsin. Dərdlərinizi, sıxıntılarınızı da şərhlərdə yaza bilərsiniz.
Biz onları oxuyacaq və hər biriniz üçün dua edəcəyik. Birlikdə edilən dua rəhmət qapılarını sarsıtmaq gücünə malikdir. Bağlı qapılarınızın ardına qədər açılması və kədər gözyaşlarınızın tezliklə sevinc gözyaşları ilə əvəz olunması diləyi ilə. Hər zaman Allahın hifzində və himayəsində qalın.